Salam, iqtisadiyyat xəbərləri ilə tanış olun. Dövlət Gömrük Komitəsi 2014-cü ilin yanvar-iyul aylarında gömrük rüsumları və vergilərin yığılması hesabına dövlət büdcəsinə 868,65 milyon manat vəsait köçürüb ki, bu da illik proqnozun təxminən 57,1%-ni təşkil edir. Ötən ilin analoji dövrü ilə müqayisədə gömrük yığımlarından dövlət büdcəsinə daxil olmalar 13,6% artıb. Məlumata görə yanvar-iyul aylarında gömrük rüsumlarından dövlət büdcəsinə daxil olmalar 234,48 milyon manat, daxil edilən malların əlavə dəyər vergisi 591,8 milyon manat, aksizlər 32,46 milyon manat, yol vergisi isə 9,32 milyon manat təşkil edib. Dövlət Gömrük Komitəsinin xətti ilə 2014-cü il üzrə ayırmaların proqnozu 1,52 milyard manat həcmində müəyyən edilib.